Xoş gördük, hörmətli tamaşaçılar. Sabah yurdumuza ən gözəl bayramlardan olan Novruz bayramı gəlir. Görək bayram günü ölkəmizdə hava necə keçəcək? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 9-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağıntılı olacaq. Şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə intensiv olacaq, dolu düşəcək, bəzi dağlıq ərazilərdə qar yağacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə isti, gündüz 2-6 dərəcə isti müşahidə ediləcək. Belə dəyərli izləyicilər, bayramınız mübarək. Sağ olun, salamat qalın.